Öpemreyin sorunur. Allah korusun canımızı. Geldik seni gördüğüm Allah hakkı imana dine geldi. Allah korusun Allah sağlık canımızı. versin. Sağ eləsin, köməyində de olsun, ailənin, baralarının həmişə xoşludur. Əllərində qadasınız. Mən də həmişə də sana alqışlayıyorum. Bak, öğreneceksin. Bak sen ki o benim balımı bir yere şeylere yazmışsan, adını çəkmirsən. Yadına sarırsa, yadından çıxartmırsan. Borcum O benim elə bilmək ki, bak ürəyim təcəlir. Sağ. Alqış edirəm, hər vaxtsan. Hər vaxt, qadan Allah korusun. Biz bugün gelmişik bizim Cəbrayıl rayonunun ilk şəhidi olan Qasımov Çingiz Musoğlu'nun anasına baş çəkməyə, bizim Şəfiq anamıza baş çəkməyə. Allah kömək. Allah ruhu şad eləsin. Yəni Çingiz çox qəhrəman bir igid oğul olub. Qəhrəmanlığıyla şəhid olubdur. Şəfiq ana, məkanı cənnət olsun. Çingiz getdi Kiyevə, Xarkova gəldi, gələndən sonra getdi. Hadımızda şəhid oldu. İndi getdi yolda basılıq, başına dönərəm. İndi də götürürlər, qabını götürürdü. Allah o dünyasını versin. Amin. Allah ruhu şad eləsin. Canınızı da sağ eləsin, sağ olun ki, siz onu yadınıza Bizim borcumuzdur, həmişə can borcumuzdur. sağlığıyla yaşayın, köməyiniz olsun. Həmişə xoş gün görün. Allah onu da o dünyasını versin, bu yerdə qalan balalarıma dəyməsin. Başına dönür. Allah həmişə ruhu şad eləsin. Çingiz o Cəbrayıl rayonunda ilk batalyon yaradılanda ilk könüllü gedənlərdən oldu. Qəhrəmanlığına şəhid olubdur. Bax bu fəxri fərman bizim Azərbaycan Respublikası şəhid ailələri, əlilləri və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin Cəbrayıl rayon şöbəsi adından, birliyi adından bax bu fəxri fərmanı, Çingizin adına olan bu fəxri fərmanı, onun qəhrəmanlığına görə, yiğidliyinə görə bunu sizə təqdim edirik. Allah ruhu şad eləsin, məkanı cənnət olsun. Allah köməyində olsun. Allah köməyində olsun. Canınızı sağ eləsin, sağ olun, sağ salamat. 7 dediler ki 7 erməni öldürdülər, birində diri tutdular. Bu kitabı götürün. Buna baxmırsan. Baxacağım, ona da baxacağım. Bu kitab mənim Çingiz haqqında yazdığım kitabdır. Cəbrayılın ilk şəhidi. Onun qəhrəmanlığından, onun qəhrəmanlığı haqqında şeirlərim var burada. Mən burada bir yerə toxunmaq istəyirəm. Burada deməli Çingiz haqqında 1991-ci il dekabr evresində xəbər gəldi ki, azad edilmiş Daşbaşı kəndindəki evlərdən birindən 10 nəfər erməni yaradıcısı girib. Bu xəbəri eşidən Çingiz polis işçiləri və milli ordunun əsgərləri ilə Daşbaşıya gedən avtobusa mindi. Çingiz heç bilmirdi ki, bu onun düşmənlə sonuncu döyüşü idi. Ermənilərin yerləşdiyi ev mühasirəyə alındı. Atışma başlandı. Çingiz vaxtında ermənilərin iştiqları evi yandırmaq üçün irəli sürməyə başladı. O evə od vurdu və erməniləri diri tutmaq üçün içəri girdi. Elə bu zaman puskuya duran düşmənin gülləsi 21 yaş Çingizin ömrünü yarımçıq qoydu. O döyüşçü şəhid olsa da 7 düşmən yaralısını məhv etdi. Çingizin aması ömrü Musa dayının ailəsinə sarsıqlı zərbə vurdu. Çingiz həsədə onun qədrini əydi. Uzun ilə keçəsinə baxmayaraq, ananın Çingiz adlı yarası hələ sağlamdır. Allah ruhu şad eləsin. Yəni, biz hər birimiz bilirik ki, Çingiz qəhrəmanlığına şəhid olubdur. Baxmayaraq ki, özü dünyasını dəyişsə də, amma 7 dənə ermənini də qətlə yetirib. Ruhu şad olsun. Yəni, o bir qəhrəmandır. Yəni, qəhrəman adına layiq bir oğuldur. Allah ruhu şad eləsin. Allah məkanını cənnət eləsin. Nə qədər ki, bizim də canımızda can var, şəhidlərimizi heç vaxt unudulmağa qoymayacaq. Allah korusun. Bax, bizim bu gənclər hər zaman, biz olmasaq belə şəhidlərimizi anacaqlar. Bu da bizim balaca Çingizimizdir. Maşallah, böyüyüb, necədir, əmsi kimi bir igid oğul olsun, o torpağı sana yaşasın, Allah ona ömür versin. Gələcəyə həmişə uğurlu olsun, gələcəyə həmişə parlaq olsun, onların yaşasın layiqincə. Ruhu şad olsun, məkanı cənnət olsun. Mən də çalışıram ki, şəhidlərimiz haqqında
yazım, yaradım, gələcək gələn nəsillərə şəhidlərimizi təbliğ edeyim. Başıma dönerim. Ne diyeyim, Çingiz'le ben bir sınıfta okumuşum. Hiç benim aklıma gelmezdi ki gün gelecek. Çingiz hakkında ben bir kitap yazacağım. Doğrudan da birden ben düşünürüm hatirələrimdə deyirəm ki, o vaxt biz məktəb vaxtı həqiqətən də vətənpərvər oğul idi. Çünki onun hər belə hərəkətlərində, onun hər danışığında elə bir vətənpərvərlik aşılanırdı. Bəlkə də elə bu vətənpərvərlik hissi onu torpaqlarımızın azadlığı uğrunda o qanlı döyüşlərə apardı. Yəni o sizin verdiyiniz tərbiyə idi. Sizin verdiyiniz tərbiyə idi, vətən sevgisi. Onu siz ona o qədər sevgi ilə aşılamışdınız ki, yəni torpaqlarımızın azadlığı uğrunda Çingiz bir an belə dayanmadı. Könüllü olaraq o döyüşlərə qatıldı. Telefonda diye çığırdılar benim yerim obama. Gideceğim yani. Ana gideceğim ben. Dedesi dedi ki var askerden gelmişsin. Ben bir dayan. Dedesi ben dedi yok hemen gitmem gideceğim. Onların besi niye telefonda değil. Ermeniler bizim kızları, arvatları çığırdılar. Ben gitmem. Dedi hele gittirmem. Dediler de ortadılar, yanladılar. Bir milisenemde ikisi bir öldü. Neydim de çağırdım dediler. Kararlıdan bir kişi o değil bir gün çağırdı onu. Ayakkabısı da damsı kalmıştı orada. Yine o kişi deyirlər cehennem boylarında ölüsünler. Neydim o gün çağırdı getirdiler. Hastahaneye apres eləməyə onu da koymadılar apres eləməyə. Götürür getdiler. Allah şad eləsin. Allah məkanı cənnət eləsin. Allah məyiniz olsun, canınızı sağ eləsin. Həmişə yadına salsın. 23 dekabr Çingiz'in yani öldüğü gündü, şehit olduğu gündü. Onu her zaman gururla anırıq, ihtiramla anırıq. Ruhu şad olsun. Allah size ömür versin. Şevki Hanım. Bu iller ərzində siz həmişə susmusunuz, dərdinizi içinize atmışsınız. Baxmayaraq ki, oğlunuz qəhrəmanlıqla şəhid olub, heç bir qapını döyməmişsiniz. Yok. Bəlkə də elə buna görə mən sizi bu qədər çox istəyirəm, ürəkdən istəyirəm. Yəni, siz bizim, necə deyərlər, vətənimizə, xalqımıza qəhrəman ana nümunəsisiz. Allah canınıza sağlıq versin, Allah sizə ömür versin. Bax, bu Çingizimizi saxlasın. İnşallah. Əmsi kimi layiqli bir oğul olsun. Gələcəyə yenə deyirəm, uğurlu olsun, parlaq olsun. Gençlerimizi Allah korusun. Başına dönerim. Allah korusun. Allah sizin de köməyiniz olsun. Həmişə yadına salsın. Can sağlığıyla yaşayın. Yadınızdan çıxartmayın. Her vaxt. Aynı her vaxt elə yadınızdan çıxartmayın. Ne bileyim Allah. Heç vaxt yadımızdan çıxartmırıq. Bugün mən elə sizin yanınıza gəlmək istədim. Həm Çingizi andıq, həm də Çingizi böyüdən bir ananın görüşünə gəldik. Çingizi hər zaman mən rayona tez-tez gedirəm. Hər zaman ziyarətindəyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün şəhidlərimizin ruhu qarşısında biz baş əyirik. İnşallah. Allah korusun. Allah sizi korusun. Canınızı sağ eləsin. O bu körpələrə də dəyməsin. Can sağlığıyla müharibədə də olmasın. Amin. Allah bir də heç bir ananı, heç bir atanı gözü yaşlı qoymasın. Xalqımızı korusun, vətənimizi korusun, ordumuzu korusun, Ali Baş Komandanımızı korusun. İnşallah. Bir də heç bir ana, heç bir ata gözü yaşlı qalmasın. Yok. Pardon, yok. Düşlerde belki gece son sözünü demek için hak yolundan dönmeyecek, azatlığa yetmek için hak yolundan dönmeyecek, azatlığa yetmek için asker vatan emaneti, yurt emaneti, asker ocak emaneti, od emaneti, asker vatan emaneti, yurt emaneti, asker ocak emaneti, od emaneti.